kanalıma xoş gəlmisiniz. Övladınız mənfi və müsbət ədədləri qarışdırır. Onu başa düşmədiyi qaydalarla yormayın. Gəlin ona bu sadə vizual metodu göstərək və bir dəfəyə öyrənsin. Elə isə başladıq. Diqqət! Lövhədə böyük bir döyüş başlayır. Mənfi ordusu müsbət ordusuna qarşı. Robi, səncə kim qalib gələcək? Gəlin birlikdə sayaq. Elə isə başladıq. Misalda bizə ilk öncə nə verilmişdir? Mənfi 4 üstəgəl müsbət 3. Buradan baxırıq. Görək, mənfi dostlarımız daha çoxdur, yoxsa müsbət dostlarımız? Gəlin onları qarşılaşdıraq və baxaq. Birinci döyüşümüzdə kim qalib çıxacaq? Elə isə getdik. 4 ədəd düşmənimiz var. Baxaq. 1 2 3 və 4. İndi isə baxırıq. Müsbət dostlarımız nə qədərdir? Müsbət dostlarımız 3 dənədir. Qeyd edirik. Yarış başlayıb. 1 2 və 3. Elə isə döyüş başlasın. Mənfi müsbətə qarşı. Qalib gəldi. Mənfi müsbətə qarşı. Qalib gəldi. Mənfi müsbətə qarşı. Yenə müsbətimiz qalib gəldi. Lakin hamısı məhv oldu. Bir mənfimiz qaldı. Demək, bu oyunda müsbətlər yox, mənfilər qalib gəldi. Təəssüf hissi ilə bildirirəm ki, cavabımız mənfilər qalib olan 1-dir. Bir mənfi ədədimiz, yəni bir əskərimiz qaldığı üçün mənfi ordumuzdan deməli cavabımız mənfi 1 edir. Mənfi ordusu qalib gəldi. Keçək ikinci misala. Yarış başladı. Elə isə davam edirik. 5 mənfi ədəd, yəni 5 mənfi əskərimiz var. 1 2 3 4 və 5. İndi isə müsbət ordudakı əskərlərə baxaq. Müsbət ordumuzdakı əskərlərimiz 2 ədəddir. 1 əskər və 2 əskər. Döyüş başladı. Baxaq, kim qalib gələcək? Mənfi, müsbət. Döyüşdülər, məğlub oldular. Mənfi, müsbət. Döyüşdülər, məğlub oldular. Yerdə neçə əskər qaldı və hansı ordudan əskərimiz qaldı? Bura diqqət edirik. Mənfi ordusundan 3 əskərimiz sağ olaraq döyüşdən qurtuldu. Demək, cavabımız mənfi 3 edəcək. Belə misallarımıza davam edirik. Üçüncü misala baxaq. 4 müsbət ədədimiz var. Hələ ki döyüşdə mənfi ordusu qalib gəlir. Eybi yox. Sonda baxarıq kim qalib gələcək.
isə daha böyük ədədlər üzərində bu metodun istifadə qaydasını sizə başa salacağam. Təbii ki, biz bu qədər mənfilər, müsbətlər qeyd edə bilmədiyimiz üçün artıq buradan belə götürə bilərik ki, qayda eynidir, hamısına aiddir. İstər böyük ədədlər, istər kiçik ədədlər. Lakin biz baxırıq misalımıza. Burada qeyd olunur. Mənfi 22, yəni 22 mənfi ordumuzun əskəri var. 22 mənfi ordumuzun əskəri var və müsbət ordumuzun əskəri isə 20-dir. Mənfi ordumuzun 22 əskəri var, müsbət ordumuzun 20 əskəri var. 22 mənfi ordumuzun əskəri daha çoxdur, yoxsa 20 müsbət ordumuzun əskəri daha çoxdur? Bu misalda mənfi ordumuzun əskəri daha çoxdur. Neçə nəfər çoxdur? 2 nəfər çoxdur. Deməli, cavabımız mənfi ordumuz çox olduğu üçün mənfi işarəmizi ilk öncə qeyd edirik. Daha sonra neçə əskər çox olduğunu burada qeyd edirik. Əgər 22-dən 20 çıxdıqda 2 qalırsa, deməli 2 əskərimiz mənfi ordudan çoxdur. Cavab mənfi 2-dir. Müsbət ordumuzdan 80 əskərimiz var. Bəs mənfi ordumuzdan neçə əskərimiz var? 40 əskərimiz var. Diqqət yetiririk. Ən böyük rəqəmə müsbət 80 əskər. 80 40 rəqəmdən böyük olduğu üçün qarşısında dayanan işarə də müsbət olduğu üçün cavabımız müsbətlə başlayacaq. Müsbət ordusu işarəmizi qoyuruq, müsbət. Daha sonra isə davam edirik. Mənfi ordumuz 40 olduğu üçün müsbət 80 əskərimizdən 40 əskərimizi çıxdıqda, döyüşə qatıldıqda yerdə 40 əskərimiz sağ-salamat qaldığı üçün və döyüşü qələbə ilə yekunlaşdırdığı üçün, deməli müsbət 40 əskərimiz qalib gəlmişdir. Bəli, cavabımız müsbət 40 edir. Misallar üzərində mənfi ordunun əskərlərinin qalib olduğunu görürdünüz. Sonda qalib müsbət ordusu oldu və müsbət 40. Dostlar, diqqətinizə bir məqamı da çatdırım ki, əgər baxın, mən misal üzərində sizə bildirim. Mənfi 5 çıxılsın, mənfi 3 qeyd olunubsa, burada heç nəyi çaşdırmayın. Yenə eyni qaydada diqqət yetiririk. Burada döyüş yoxdur. Mənfi ordusudur və mənfi ordunun mənfi 5 əskəri və mənfi 3 əskəri. Onlar bir-birinə köməyə gəliblər. Yəni, mənfi 5 əskərə mənfi 3 əskər də kömək gəldiyi üçün cavabımız mənfi 8 edir. Həmçinin müsbətlərdə müsbət 5 və müsbət 3. Burada da döyüş yoxdur. Çünki müsbət ordumuzun 5 əskərini köməyə, yenə də müsbət ordumuzun 3 əskəri köməyə gəlib və birləşərək müsbət 8 əskərdən ibarət olublar. Buradan da belə nəticəyə gəlirik ki, 2 mənfi ədədlər bir-birindən döyüş yox, bir-birinə kömək məqsədi ilə gələrək birləşirlər. Həmçinin də 2 müsbət ədəd bir-biri ilə döyüşməyə yox, bir-birinə birləşərək ordusunu daha da böyüdərək bir-birinə kömək məqsədi ilə birləşirlər. Deməli, 2 mənfi ədəd və 2 müsbət ədəd arasında heç bir döyüş yoxdur. Gördüyünüz kimi, riyaziyyat əslində bir döyüş qədər maraqlı və sadədir. Bu metodu
övladınıza göstərin. Bir daha müsbət, mənfi səhvi etməyəcək. Videonu bəyəndinizsə, like qoymağı, kanalıma abunə olub mənə dəstək olmağı unutmayın.